Əməl eylə, əməlim məhşərə qoy var olsun. Əməl eylə, əməlim məhşərə qoy var olsun. Xaliq-i həyy əzəl orada sənə yar olsun. Baxma şeytan sözünə, bax ki inan Qur'an deyənəm. Qoy sənə töhmət edən bixiyət əğyar olsun. Yaxşı işlərdə şeytan gəlir o dəqiqə, qabağını alır axı. Nə olar ki? İndi başqa cür çıxmasın. Axşam qapını döydülər. Bir anda elə bildim ki, dostum Orxan gəldi qapıya. Açdım, gördüm ki, davulculardır. Baxşiş yığırdılar. Mənim üstümdə tüpüş parasının nə qədər vardı, verdim. Orada bir adam gördüm ki, sinirləndi onlara, heç nə vermədən də qapını bağladı, getdi. Nə olar ki, məsəl üçün 200 lira, 300 lira, nə puldur o pul? Götürüb onu verəsən, o da mübarək Ramazan adı ilə gəlib sənin qapıva. Ehtiyacı var ki, gəlibdir. Olmasa nə lazım? Bəli, o məşhur hadisədir bu hadisə. Keçən ildə bir dəfə mən bunu danışdım televiziyada. İndi qısa olaraq deyirəm. O ki, şairdir, burada baxma şeytanın sözünə. Bu yaxşılığı eləyirsənsə, şeytana bir itələdinə rədd ol mənim yanımdan. Uzaq dur, qoy mən öz işimi görüm. İsfahanda qıtlıq imiş, aclıq imiş İsfahanda. Günlərin bir günü alim çıxır minbərə. Deyir ki, ay cəmaat, kimin evində artıq buğdası, arpası varsa gətirsin məscidə, ehtiyacı olanlara da versinlər. Cəmaatın vəziyyəti ağırdır. Və bunu yadda saxlayın, Peyğəmbər buyurub ki, indi həmin hoca, alim minbərdə bu sözü deyir. Peyğəmbər buyurub ki, yaxşılıq eləmək, əl tutmaq, kömək eləmək insanlara, xalqa xidmət eləmək hər insanın işi deyil, ha. İnsan istəsə əlin salsın cibinə, bir dənə ehtiyaclıya pul versin, 70 dənə şeytan balası onun əlindən tutar, qoymaz ki, o bu pulu versin. Minbərin yanında bir dənə kişi oturmuşdu. Həmişə olur da, məsələn, bəlkə indi hocalarım da rast gəliblər, xüsusilə məscidi olan hocalar. Görürsən ki, arada məclisdə 3-4 nəfər olur ki, elə istəyir ki, ruhaniyə bizdə deyərlər, bir tık atsın. Ruhanini, mollanı, din xadimini məsəl üçün də sındırmaq üçün filan, ya hansısa bir niyyətlə, güya indi ondan çox bilir. Orada bir qoca kişi qayda deyir ki, boş-boş danışırsan da sən. Mən əlimi salacam cibimə, şeytan balası kimdir ki, mənim qabağıma ala? Mən ürəyim istəsə cibimdə hər nəyim var, varım, yoxum verərəm Allah yolunda. Baxın, bu dəqiqə mənim evimdə nə qədər taxıl yığmışam, gedib indi gətirəcəm məscidin qabağında, paylayacam ehtiyacı olanlara. Görüm hələ o şeytan, 70 dənə şeytan balası mənə mani ola bilər. Cəmaat da baxır, təəccüblənir. Bu getdi evinə, götürdü əl arabasına yığıb indi, buğdadan, arpadan məscidə gətirmək üçün. Xanım, arvadı çıxdı, bunun qabağını kəsdi, dedi, bunları hara aparırsan? Dedi, vəziyyət belədir, məsciddə belə bir söhbət oldu, mən aparıram bunu cəmaata verim, dedi, sən öləsən, sən bunu aparsın, evə qayıtmayacaqsan. Oturmuşsan bütün günü belə fıs-fısla yatmışsan, bunları mən yığmışam, mən zəhmət çəkmişəm. Var da, indi bəzi görürsünüz köylərdə, kətlərdə kişilər oturur evdə, arvadlar ancaq işləyir. Çox belə olduqca pis bir şeydir, həddən ziyadə. Allah elə kişilərə insaf versin. Bəli, arvad dedi ki, sən öləsən, sən bu taxılı evdən çıxmayacaq. Dedi, axı, mən cəmaatı içində mollanın yanında rüsvay olacam. Dedi, nə olursa ol, əl dəymə buna. Qoymadı, indi bu əli boş peşman qayıdır məscidə. Cəmaat da bunun yolunu gözləyir. Gördülər ki, bu gəlir, amma əli boş gəlir. O din xadimi gülə-gülə baxdı ona, dedi ki, nə oldu? Şeytanın balasını gördüm. Dedi, mən lap anasını gördüm. Mən lap anasını gördüm. Bəli, insan yaxşılıq eləyəndə şeytan balaları şeytan qoymur. Görürsən ki, əlin salır cibinə. İndi Allah üçün verəcək, axı. Pulun ən xırdasını axtarır və ən əziyin, üzüyün, cırığını verir Allah yolunda. Amma bizim sevdiklərimizə baxırıq, canımız onlara, dəyərsiz canımız onlara fəda olsun. Hər nəyindən, xanım Fatimə-i Zəhra, məsələn, bugünkü xanım Xədicənin vəfatı,
qeyd olunur. Onun əziz balası, Seyyidətun Nisa'il aləmin xanım Zəhra. Bir qız üçün ömründə ən dəyərli paltarı gəlin paltarıdır. Allah bütün qızlarımıza o gəlinlik paltarını geyib, ata evindən ər evinə köçməyi nəsib eləsin. Bir qız üçün o gəlinlik paltarından, o ağ libasdan üstün həyatda bir libas yoxdur. Hər qız uşağı onu gözləyir. Görürsən, məsələn, bir qızı da üzr istəyirəm, qaçırdanda və yaxud nəsə indi bir cür olur ki, o gedir evlənir, onun toyu ki olmur, o bir ömür o peşmançılığı çəkir. Deyir ki, məsələn, mən o ağ paltarı geymədim, o gəlin paltarımı geymədim. Xanım Zəhra o gəlin paltarını geyindi, evindən çıxdı, ata evindən, gedir Həzrəti Əlinin evinə, yolda bir dənə dilənçi, o paltarı ondan istədi, xanım getdi, o paltarı dəyişdi, verdi. Allah yolunda ən gözəlini verdi. Mən bunu bacarmaram, mən açıq danışıram, mən bunu eləyə bilmərəm. Amma heç olmasa mən o ən gözəlin, ən dəyərlisini verə bilmirəmsə, ən pisin, ən bərbadını təqdim eləməyim. Bir pencək, bir taxım ki, illərlə mən onu geymirəm, artıq onun vaxtı da, modası da, hər şey keçib, indi mən onu Allah yolunda aparıram, Zəhra ana dərnəyinə, Zəhra ana dərnəyə yazıq onu kimə və kim onu geyinəcək? Artıq bu əmələ gəlmir. Heç olmasa o yaxşı bir libaslarından Allah üçün ver. Demirəm, onu eləsin, səni əlindən öpərəm mən, ən gözəlin versin, əlindən öpərəm. Onu bacarmırsansa, heç olmasa yaxşısın verginə. Sözü uzatmayayım. Allah o şeytanı bizim qabağımızdan çəksin. Şeytan ki gələndə adı lənət oxuyurlar, illət budur, başdan ayağa mayə-i şərdir. İldə ona 3 gün daş atar hacı minadə, 3 gündən əlavə ata əmalı hədərdir. İnsan tanıram 40 il əgər daşlana hər gün, iblis deyər vur ki, bu məndən də betərdir. Aman Allah, o insanlar ki, onlar artıq gəlir, iblisdən də betər olurlar həqiqətən. Əməl eylə əməlün məhşərə qoy var olsun, Xaliqi həyyə əzəl, oradan sənə yar olsun. Baxma şeytan sözünə, bax cinan Qur'an deyənə, qoy sənə töhmət edən bixiyyət əğyar olsun. Verginən xumsu zəkatı, elə vaxtində namaz, qoyma 5 gündən ötür qəbrün evi tar olsun. Öləcək hamı yəqin, kimdir bu dünyada qalan? Ola bilməz belə bir məsələ, inkar olsun. Qəbrə əvvəl gecədə getmə aman deyib, Əli boş, qoy başın üstə gələn Heydəri kərram olsun.